Niye uyandın? Yine baykuş uluyor. O nedir? Demedin baykuşu vurmak olmaz. Adam öler. Şahlar beyansız da qocalmışdı. 2 aydır yazıq rəhmətə gedib, amma gör necə dəyişib hər şey. Ay nənə, bəsdir də belə şeylərə inandın. Baykuş da adicə bir quşdur da. Yox, onun gəlişi apardı Şahlar bəy. O quş ki gəldi, xeyir gözləmə bala. Sen bir ona bak gör hardadır. O ağac bizim değil ki. Kamil əmigilindi. Deməli baykuşun sənə heç bir dəxli yoxdur. Sənə qurban ol. Yoxsa elə bilirsən ki, mən özüm üçün qorxuram, hə? Gecən xeyrə qalsın, digər yat. Axşamınız xeyir. Axşamın xeyir, necəsən oğul? Çox sağ olun, yaxşıyam. Deyirlər ki, baykuşun düşər düşməzi olur, düzdür? Yalan sözdür, bayquş da elə adicə bir quşdur da. Güllə ilə vuracağım onu. Niyə? Kimə mane olur ki? Bir də bütün kəndi yuxudan eləyərsən. Yaxşı, gecəniz xeyrə qalsın. Xeyrə qarşı. Sağ olun. Yaman fikirlidir. Neynək, unudar. Əgər unutmasa? Unudar bala, unudar. Yaman günün ömrü az olar. Gedək bala, geçdi. Ona evdar arvat lazımdır. Qayğıkeş, mehriban. Ədilə kimisi? Lap elə ədilə kimisi. Hə, heç bilirsən xanmana kim ərə gedib? Dünən gəlmişdi. Getdi birbaş Rəşidgilə. Dedim görəsən əvvəlcə niyə bir bizə dəymədi? Sən demə o indi Rəşidlə qohum olub. Xanmana ilə Rəşid? Hə. Əri Rəşidin əmi oğlusudur. Köçüb xanmana gilə. 10 yaş xanmanadan kiçikdir. Tanıyırdı onu? Tanış olublar da. Ya Rəşid tanış eləyib, ya da Ədilə. Ne olub sənə bugün qanın qaradır? Yeni bayquş gəlib. Sizin bağa? Kamil əminin. Mənə qalsa mən belə şeylərə inanmıram. Nahaq inanmırsan. Axmaq söhbətdir, bayquş gəldi, gəlmədi. Özüm də xəcalət çəkirəm indi. Dünən sevinirdim ki, Kamil əminin bağına gəlib, bizə yox. Ne olub ona görəsən? Axır günlər qocalıb elə bil. Belə dəyişib. Çox işləyir də. Səhərdən axşama cəhələ yazır. İşləyəndə sifəti də dəyişir. Gah birtəhər gülümsünür, gah da ki əsəbləşir. O gün də qəhqəhə çəkib gülürdü. Adam psixdir də, görərsən, axırda başına hava gələcək. Nailənin xətrini çox istəyirdim. Hamıdan çox. Elə bilirdim ki, ondan yaxşı qadın yoxdur yer üzündə. İndi görürəm ki, səhv eləmişəm. Xoşum gəlmir ondan. Ne üçün ayrıldılar? Nə bilim, elə mehriban idilər ki. Sevirdilər bir-birlərini. Sevgiyə bax ha. Bir qız vardı, lap Nailəyə oxşayırdı. Şənbə günləri bir qırmızı maskışlı bir oğlanla tez-tez gəlirdilər bura. Day nələr eləmirdilər. Desəm də inanmazsan. Amma keçən həftə Sarı Jiguldə gəlmişdi. Başqa bir oğlanla. Dedim görəsən neynirlər? Elə bu ilə də həmən cürə. Sən də başlamısan ki, sevirdilər bir-birlərini. Kamil gili onlara qatma. Ona sözdə heç utanmırsan? Hadi mən niyə? Qoyular utansın da. Sevgi, baş söhbət. Elə adamlar var ki, sevgisi üçün lap canından da keçər. Gözünlə görmüsən? Oxumuşam, yadıva sal. Romeo Julieta, Leyli Məcnun, yoxsa bunlar da yalandı. Onlar nağıl deyə. Elə nağılın gündə 10'unu yazaram. Salam, balıq tutursunuz? Yox, tımçıt deyirik. Görmürsən balıq tuturu? Olar mən də sizi ilə tutum? Heç ömründə balıq tutmusan? Çətin işdi bəyəm. Onda nə var ki? Onda gəl bax belə şərtləşək. Əgər tutsan, olur səninki. Tutmasan, onda hərəmiz sənə bir qapas. Razısan? Yaxşı. Görəsən o kraxmallı şalvarı ilə qayanın üstündə oturacaq. Oturdu ye. Tilov da düz atdı. Qapasını ağı dedin. Qoy ona dərs olsun. Gələn dəfə tilovsuz gəlməz. Bura bax, sən nə mollalıq eləyirsən? Axşam yığışırıq, gəl kömək elə. 2 gündən sonra şəhərə köçürük. Gələrdim, amma işim var. Qulaq, şeir yaza bilirsən. Nəyə gülürsən? Yazmamsan heç? Yox, necə ki? Heç, elə belə. Uşaqlar, qurt qırmaqdan düşdü.
İcazə verərsiniz birini götürün. Ha, götür. Çox sağ olun. Eşitdin də necə nəzakətlə danışır. Qulaq, ağlıma bir şey gəldi. Yaxşı ki, müfəttiş qardaşları sizin bağın yanından keçirlər. Deməli, dəqiq biləcəyik ki, öz qayğımızla dənizdən nə vaxt çıxaq. Niyə qorxursan ki? Tilovla icazə verirlər də. Niyə tor da ata bilərik də? Zəhmətsiz atsız gündə 2 kilo kürü. Nəyi pisdir ki? Elə bilirsən başqa müfəttişlər yoxdur? Kim biləcək, tapancamız da var. Deyirsən güllə atacağıq? Lazım olar da qorxudmaq üçün. Mən yox, sən atacaqsan. Sən hələ heç bir şey eləməzlər, uşaqsan. Yavaş tartın, kilo qırarsınız, yavaş Baxma, tartın! qırılmaz, nə yalan Ay, ay, Ver qızım, möhkəmdir. Ay! Mən onun yerinə olsaydım balığı da götürüb gedərdim. Yox bir, elə o qalmışdı. Kilo bizimki də deməli, balıq da bizimdir. Heç bilirsən, bazarda neçəyə gedər? Gərək qayığın pulunu düzəldək. Bura gəl. Dur buradan. Niyə? Dur ayağa deyirəm sənə. Durdum. Hələ sən heç nə tutma. Elə belə deyən burada biraz, sonrasına baxarıq. Elə belə niyə? Mən balıq tutmaq istəyirəm. Kərəm-fərən eləmə. Bura gəl. Görmürsən ki, bu qayanın altından balıq sürüsü keçir? Cığallıq eləyirsən. 2 balıq tutmuşam. İndi birini də tutaram. Sonra bölərik. Hərəmizə biri düşər. Bura baxayım, sürüş buradan. Heç yerə getməyəcəm, elə burada oturacam. Gələt eləyəcəksən, gəlməyəcəksən. Ay, bırak beni! Neresi? Vasif, Bırak! Zeynep, dayan, ayollan. Yaman qorxutdu, bax. Elə bildi mən də onsuna düşəcəm, onun üçün qaçdı. Heç laf az qala bizim balıqları aparmışdı. Görsən, azı 20 manatımız var.